Antoni Conte'nin Napoli-Qarabağ oyunu qabağı keyfi düzəlib. Dünənləri onun komandası Atalanta üzərində qələbə qazanıb 3-1 və yenidən İtaliya çempionatının lideri olub. Conte də oyundan sonra öz futbolçularını tərifləyib və əlavə edib ki, Qarabağ Çempionlar Liqasının sürpriz komandasıdır və bizim futbolçular yenidən enerji tapacaqlar və özlərini göstərəcəklər. Komandanın liderləri də, qol vuran futbolçular da hamısı da qeyd edib ki, biz qələbədən sonra yeni qələbələr gözləyirik. Əlbəttə Qarabağın adını çəkməsələr də aydındır ki, 26 noyabr oyuna hazırlıq gedir. Komandanın prezidenti də Conte'ni tərifləyib və ondan yeni uğurlar gözləyir. Bunlar hamısı öz yerində, amma yaddan çıxarmayaq ki, Qarabağ da son oyunda Sumqayıt üzərində qələbə qazanıb və hal-hazırda birinci yerdə gedir və rəqibin nə qədər güclü oyuna hazırlaşsa da Qarabağ çalışıb öz belə deyim də taktikası ilə, öz fikri ilə, öz biliyi ilə rəqibə müqavimət göstərəcək. Komandamıza uğurlar, inşallah yaxşı nəticə ilə evə qayıdın.